Bismillahirrahmanirrahim. Hörmətli müsəlmanlar, hər birinizi Allahın salamı ilə salamlayıram. Əssalamu aleykum və rəhmətullah. Tələbələrimizdən biri Quran-ı Kərim oxuyarkən Quran-ı Kərimdə baş verən mətbə xətasını bizlərə video olaraq çəkib göndərib və bizdən xahiş etdi ki, biz bu haqda bir video paylaşaq ki, insanlar məlumatlansın. Bilirsiniz ki, Quran-ı Kərim Allahın kitabıdır. Uca Allah buyurur ki, İnna nəhnu nəzzəlnə zikra və inna ləhu ləhafizun. Biz bu Quran-ı Kərimi indirdik və biz də onu qoruyub saxlayacağıq. Deməli, Nurlar nəşriyyatının 11.000 tirajla buraxdığı və Azərbaycanda olan meçidlərə, xüsusən də Bakıda olan meçidlərdə paylanılmış Quran-ı Kərimində Müminun surəsi 96-cı ayətdə bir mətbə xətası baş verib. Uca Allah buyurur, İdfa' billeti hiyə əhsənus seyyə. İdfa' billeti hiyə əhsənus seyyə. Əhsənu sözünün üzərində, deməli, hə hərfində bir nöqtə var üzərində. Bu, xa kimi oxunur ərəb dilində. Yəni, əhsən, əxsən kimi yazılıb. Və sözsüz ki, bu düzgün deyil və məna pozulur, məna dəyişir. Ona görə diqqətli olmağımızı istəyirik. Kimdə bu kitab varsa, bu yerə çatdıqda əxsəni yox, əhsənu oxusun. Əhsənu. Əhsənu seyyə oxusun. Və ya hər hansı bir o markerlə, ağ olan, rəngdə olan markerlə o nöqtəni pozsun, silsin. Heç bir problem yoxdur. Çünki bu bir mətbə xətasıdır. Hər bir halda diqqətli olaq. Bir daha təkrar edirəm. Deməli, Müminun surəsi 96-cı ayət. İdfa' billeti hiyə əhsənus seyyə. Orada isə əxsənus seyyə yazılıb. Yəni, həni yerinə xa hərfi yazılmaqdadır. Diqqətli olaq.